Siz də Qəbələdə hazır biznes axtarıb ayda bir neçə min manat gəlir əldə etmək istəyirsinizsə, əla bir dənə afren təklif edəcəm sizə, dəyərli izləyicilərimiz. İlin 4 fəsli də işlədə biləcəyiniz, gözəl dağ mənzərəsi olan, sənədləri tam qaydasında olan və əsas məsələ bütün kommunalları olan gözəl bir dənə afrendir. Dəyərli izləyicilər, ilk öncədən qiymətini qeyd edim. Nə az, nə çox. Start və son qiymət 150 min manat pul istəyirik biz bura. 3 sotda da qeyd etdim. Həyətində yay mətbəxi, besetka hissəsi, afremin sağ hissəsində hovuzu var. 6.5 uzunluq, 3.5 enidir. Qeyd etdiyim kimi filtrli və isitməsi olan bir hovuzdur. Yəni buradan belə bir qeyd edim ki, sezon vaxtı bilirsiniz ki, Qəbələdə daha çox pul qazana bilərsiniz. 20 min manat, 25 min manat. Yəni belə bir gəlir əldə edə bilərsiniz və qış fəsilləri də buranı işlədə bilərsiniz. Tam əşyalı olaraq satılacaq dəyərli izləyicilərimiz. Qafqaz Sıra dağlarına açılan mənzərə var. Buludlara görə tam yaxşı göstərə bilmirik, amma həm dağa yaxındır, həm də super mənzərəsi var. İçərisi ilə sizi tanış edək. Birinci mərtəbə kermə qranitdir, isti döşəmədir. Studiya mətbəx zal hissəsi girişdə. Buradan 2 yataq otağına keçiddir. Bir dənə də sanuzel hamam birinci mərtəbədə mövcuddur. İkinci mərtəbədə də bir yataq otağı və daxilində sanuzel hamam mövcuddur. Bura birinci yataq otağı, dəyərli izləyicilər. Bura ikinci yataq otağı. Kondisionerlər, hər bir şərait quraşdırılıb. Bura sanuzel hamam birinci mərtəbənin. Əşyaları keyfiyyəti gördüyünüz kimi tam əla vəziyyətdədir. İkinci mərtəbəni də sizə tanış edim. Bu afremlərdə ikinci mərtəbəyə çıxmaq boy afremdə var. Çünki A şəkilli deyə çətindir biraz. Dəyərli izləyicilər, yəni qeyd etdiyim kimi alırsınız, hazır biznesdir. Yəni ayda bir neçə min manat. İldə demirəm, yəni ayda 2000, 3000, 4000 də siz buradan gəlir əldə edə bilərsiniz. Bura ikinci mərtəbənin yataq otağı və ikinci mərtəbənin daxilində olan, yəni yataq otağının daxilində olan sanuzel hamam. Ətraflı məlumat üçün videomuzun altına nömrəni qeyd edəcəm. Məlumat ala bilərsiniz. Alana da, satana da xeyirli olsun. Sağ olun, salamatla qalın.